Belə bir sual gəlib. Bu sadəcə nəzəriyyədirmi, yoxsa real bir şəkildə praktik olaraq işləyəcəmmi? Hər ikisi. Yəni bu sadəcə oturduğum bir şeyləri dinlədim deyil. Əksinə, dinləyərək öyrənəcəyin və dinləyərək irəliləyəcəyin praktiki olaraq bir proqramdır. Proqramın ümumi müddəti təxminən 3 saata yaxındır. Amma bunun praktiki müddəti həftələr, aylar, hətta mən deyərdim ki, illər çəkə bilər. Və bu normaldır, bu təbiidir. Çünki sənin tutaq ki, indi 30 yaşın var ya da 28 yaşın var və indiyə qədər yəni bir həyat yolu keçmisən. Və mümkün deyil qoruma mexanizmləri haqqında öyrənəcəksən, praktik eləyəcəksən və bu sadəcə bir həftə çəkəcək ki, sən əməlli başlı o dəyişimi izləyəsən, bu mümkün deyil, bu real deyil, bu səbəbdən mümkün deyil. Amma qoruma mexanizmləri proqramı səndədir, həm nəzəriyyədə, həm praktikadır və sən hər dəfə ora qayıdırsan, müəyyən suallar var, o sualları cavablayırsan öz-özlüyündə və bu proqramı həyatının bir parçasına çevirirsən və onsuz da ilk vaxtlardan dəyişikliyi izləyə biləcəksənmi? Bəli. Amma mən başqa bir insanam artıq deyəcəyin o yol uzun müddət çəkə bilər. Bu çox insanidir, bu çox təbiidir, bu çox normaldır. Yəni bu proqramı əldə elədiyin zaman həm nəzəri hissəsinə ki, oturacaqsan bir kafedə, bir kofe içdiyin zaman dinlədiyin bir proqramdır ya da axşam məsələn oturursan və çay içirsən, tək başınasan və üzərinə düşünürsən. Bəlkə hansısa bir videodan sonra sən növbəti videoya, yəni həftələr olacaq ki, baxmayacaqsan, çünki o dinlədiklərini anlamağa ehtiyacın var. Orada verilən sualları cavablamağa, özünü müşahidə eləməyə ehtiyacın olacaq və bu uzun bir müddət çəkə bilər. Bu çox, yenə deyirəm, çox təbiidir, çox normaldır, çox realdır. Bu səbəbdən özünə təzyiq eləmə, dəyişim onsuz da bu şəkildə gedir ki, həyatında qoruma mexanizmləri proqramının yeri də tam olaraq bu şəkildədir.